Mərdəkanın ən gözəl mənzərəli və ən ləziz yeməkləri olan qastropabı şübhəsiz ki buradır. Həm təamların ləzzətinə, həm də ki mənzərəyə valeh olduq. Hələ də yeməklərin dadı damağımızdadır. Pivələri məşhur olsa da, pivə içməsəz belə bura rahatlıqla gələ bilərsiniz. Xırçıltılı dəniz məhsullarından ibarət bu boş qab nəyə desən dəyərdi. O qədər ləziz idi ki, hər biri bayıldım. Sifarişlərdə dəhşət tez hazır oldu. Xırçıltılı badımcan da əla idi. Piti qovurması bu yeməyi ilk dəfə eşidib, ilk dəfə yoxlayıram. Ət pambıq kimi idi, dağılırdı. Dadı isə əfsanə. Qardaşımın sifarişi zirincli, şabalıtlı ət çox bəyəndi. Anamın sifarişi turşulu, qozlu çolpa çox ləziz idi o da. Bura özəl sosiska konfetləri ilk dəfə yoxlayırdım, bəyəndik. Göbələk çipsilərinə də söz ola bilməz. Tam sevdiyim tərzdə idi. Mini qutaplar götürdük. Biz pendirli götürdük, ətli ləvəngili də var. Bura özəl heç yerdə yoxlamadığınız tərzdə iceberg-ketanda tövsiyə edirəm. Limonadlar da uğurluydu. Doğrudan da bura yeməklərinə görə boşuna ad çıxarmayıb. Bir sözlə gəlib həm yeməklərdən zövq alacaqsınız, həm mənzərədən. Ice Pub'un öz parkingi də var.